Ayrımlarımızı daha öncədən ayırdıq ki, vaxt itirməyək və indi keçirik kəsimə. Kəsimdən öncə saçı nəmləndiririk. Və yan hissəni 90 dərəcədə kəsimlə başlayırıq. Artığı görürsünüz nə qədərdir. Bu burada şişmə yaradır qulağın üstündə. Həmin bu qulağın üstündə yaranan şişmənin səbəbi budur. Və növbəti saçı bir öncə kəsdiyimiz saça dartıb, ölçünü bir öncəki saçdan götürüb, eyni uzunluqda kəsirik. Və arxadan da nə saç gəlirsə, və kəsdikcə yerimdə dayanmıram. Kəsə-kəsə hərəkət eləyirəm. Kəsdiyim saçdan bir yerdə. Biz hal-hazırda 3 forma kəsirik. Və kəsim vaxtı mütləq müştərinin başının formasının duruşuna diqqət eləyin ki, kəsim əyri çıxmasın. Fikir verirsiniz, saçın arxa xətti görün nə qədər yuxarıdan başlayır. Demək olar çox yuxarıdan başlayır. Ona görə burada fikir vermək lazımdır ki, uzunluq qalsın nisbətən biraz. Və digər hissəni də eyni qaydada kəsib arxa hissədə birləşdiririk. Saçın arxa hissəsində natural şəkildə kəsim əldə etmək üçün belə bir filovka ülgüc olur. Bu ülgüclə bu formada arxa hissəni qısaldırıq. Düz qayçı ilə qısaldanda çox sərt kəsim verir, amma bu daha natural görüntü yaradır. İndi keçirik 3 gün ayırdığımız hissəyə bura. Bura bizə nə verəcək? 3 forma verəcək. 3 formada, yəni həcm yaxşıca ısladırıq formadan.
Daha sonra gördüyünüz formada ayırırıq və yanda kəsdiyimiz saçla birləşdiririk onu bu formada. Daha doğrusu arxada kəsdiyimiz saçla birləşdiririk. Və hissələri götürəndə çox enli götürməyin, çox nazik də götürməyin. Normal, hardasa bir barmaq enində götürsəz kifayət eləyir. Sağ tərəfdə kəsdik, bitirdik. Sağ tərəfdə görürsünüz. Artıq forma var. İndi keçirik sol tərəfə. Yenə eyni qaydada bu hissədən başlayırıq. Kontrolumuzu gördük aşağı hissədə və kəsirik. Baxın, bizdə artıq nə alındı? 3 bucaq forma. Qısadan uzuna. Və bu da bizə həcmi tam ortada yığmağa imkan verir. Və indi keçirik saçın üstünə. Və yenə də saçı nəmləndiririk. Burada hələ də bir çox iş görmürük saçın üstündə. Alın boşluğundan ayırırıq tam mərkəz nöqtəyə. Və bu formada saçın yan hissəsidir. Sadəcə olaraq belə qat veririk bu hissə. Bu hissə kəsildi 135 dərəcədə. Və ikinci hissəndə eyni qaydada bu formada yenə alın boşluğundan tam mərkəz nöqtəyə çəkirik ayrımımızı. Və rahat olmaq üçün müştərinin başı bu formada qalanda siz bunu dartmaq üçün bu formada qalmalısınız. Bilək narahat olur. Ona görə nə edirik? Bir balaca özümüzə tərəf əyirik müştərinin başını və artıq rahat götürə bilərsiniz. Üst hissəni kəsəndə birinci başlayırıq. Tam mərkəzdən özümüzə kontrol götürürük iki qaşın arasından.
götürdük. Bu formada iki barmağınızı qoydunuz. Daraq arxada, barmaqlar öndə. Və barmağın sağında, solunda qalan saçı ayırırsınız. Bu qaydada. Bu bizim kontrolumuzdur. Və saçı qaldırırıq. Burada artıq saçın ümumi formasını görürük. Saçın üstü nə formadadır? Baxın. Ön hissədə uzunluq azdır. Ona görə ön hissəyə uzunluq yığmaq üçün 3 günc kəsim eləyirik. Nisbətən baxın, belə bir forma götürməliyik biz. Yəni bu qaydada da bunu kəsirəm. Və artıq azdan çoxa forma yarandı bizdə. Və sonra qaldıranda saçı biz artıq kontrolumuzu görürük. Baxın. Və nöqtə kəsimlə uclarına uzunlu qısalı bir tekstura verərək kəsirik. Üst hissəni kəsəndə isə tam düz formada kəsilir. Bu şəkildə. Sağda, solda, ortada belə. Saçı fenlədik, qurutduq və keçirik tekstura verməyə. Bu formada. Və burada əsas məsələ bilirsiniz, çalışın qayçını vuranda saç necə oturubsa o formada vurasınız qayçını. Yoxsa saçı çox qısaldar. Bu saçın ucuna təbii görünüş verir, daha rahat daranır. O sərtliyin sındırır saçın. Və bu formada kanal kəsimlə yalnız uc hissələri daha yumuşaq formaya salırıq. Bu barmaq izinin saçda qalmasını daha çox rahatlaşdırır. Bakınbord hissəni düzəldəndə bu formada götürürük. Baxın bu hissəni. Buradan dönmə yerindən qulağın arxasına qədər olan hissə bakınbord sayılır. Bir yarımla azaltdıq. Bir nömrə, yəni 3 milli. Və 0,5 açırıq. 0 ortada və tam 0. Və bu formada kant vururuq. Daha dərin bilgilərə sahib olmaq üçün bizim dərslərimizə qoşula bilərsiniz. Kanala abunə olub videonu bəyənib rəy yazmağı da unutmayın ki, belə videoların ardı gəlsin.